informasiya savaşlarının elə bunun üzərindən aparıldığını da nəzərə alsaq, kifayət qədər əhəmiyyətli mövzu ətrafında səhər saatlarından etibarən nələr danışılır, gün ərzində nələr müzakirə olunacaq, Rəqsanə bizə son xəbərləri ötürəcək. Rəqsanə, sabahın xeyir olsun, buyur, söz səndədir. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, vurğuladığınız kimi günü-gündən müasirləşən dünyada kiber təhlükəsizlik məsələsi ön plandadır. Bu cür təhlükəsizliyin bərpası istiqamətində işlərin görülməsi zəruri hesab edilir və elə paytaxt Bakıda məsələ bugün 4-cü Milli Kiber Təhlükəsizlik Forumuna ev sahibliyi edir. 40-a yaxın ölkədən nümayəndələr iştirak edəcək bu forumda. Dəqiqələr sonra artıq tədbirin başlamağına tədbir başlayacaq, start veriləcək. Artıq qonaqlar da öz çıxışlarını edəcəklər. Eyni zamanda bir məqamda vurğulayım ki, tədbir iki hissədən ibarətdir. Burada ilk hissə qapalı, ikinci hissə isə açıq olacaq və burada sıravi vətəndaşlar da gəlib məsələ forumda informasiyaları əldə edib iştirak edə bilərlər. Eyni zamanda daha təfərrüatlı informasiyaları da əldə edəcək. Bir məqamda vurğulayım ki, elə AR24 olaraq məsələn bu forumun media tərəfdaşı kimi biz də burada iştirak edib informasiyaları əldə etməyə çalışırıq. Daha təfərrüatlı informasiyanı hazırda elə qonağım Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov vasitəsilə əldə edəcəyik. Xoş gördük Rauf bəy. Buyurun, detalları sizdən eşidək. Çox sağ olun. Demək, 4-cü Milli Forum artıq ənənəvi olaraq davam edir hər il olduğu kimi və bu il Milli Kiber Təhlükəsizlik Mərkəzi forumun əsas tərəfdaşıdır. Bu, dövlət qurumlarının foruma göstərdiyi marağın, diqqətin göstəricisidir. Amma burada əslində biz daha çox özəl sektoru toplamağa səy göstərmişik və məqsədimiz dövlət və özəl əməkdaşlığını bir növ gücləndirməkdir, hər il olduğu kimi. Mövzulardan gördüyünüz kimi, mövzular əsasən əməkdaşlığa yönəlib, həm xarici ölkələrlə, türk dilli dövlətlərdən olan ölkələrin nümayəndələrindən, oradakı assosiasiya, dövlət qurumları nümayəndələrindən görüşlər, sonda müəyyən sənədlərin imzalanması, həmçinin şərqi tərəfdaşlıq Avropa ölkələri ilə də orada olan assosiasiyalarla birlikdə memorandum imzalanması və gələcəyə doğru bir mesajın verilməsi kimi bir məqsədimiz var. Süni intellekt, müasir kiber təhdidlər, trendlər hansılardır, məhsullar, startuplar, yerli məhsullarla bağlı olan məsələlər, bizim xaricdə çalışan kiber diaspora nümayəndələrimiz, onlar hamısı bu mövzular ətrafında müzakirə aparacaqlar. Düşünürəm ki, çox maraqlı olacaq. Teşekkür ederim informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, paytaxt Bakı 4-cü Milli Kiber Təhlükəsizlik Forumuna ev sahibliyi edir və bugün burada bir sıra istiqamətlərdə məsələlər müzakirə ediləcək. Özəlliklə də dövlət qurumlarının işində kiber təhlükəsizliyin hansı formada təmin olunduğu informasiya savaşı gedir bir-iki hazırda dünyada və bu savaşın ölkələrə hansı formada təsir göstərdiyi və qorunma üsulları ilə bağlı detallardan danışılacaq və mütəxəssis bir araya gəlib məsələləri müzakirə edəcəklər. Çatdıra biləcəyimiz informasiyalar hələlik bu qədərdir. Gündəm mövzuları zəngindir. İrəliyən saatlarda da həmin müzakirə istiqamətləri ilə bağlı detallardan danışacağıq. Söz yerində sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə çatdırdığına görə.